sonuncu şərt isə məhəbbətdir, sevgi. Allah Taala'nı bu kəlməni sevmək, la ilahe illallahı sevmək. Allah Taala buyurur ki: "Və minən-nasi men yettexizu min dunillahi andadan yuhibbunhum kehubbillah vellezina amanu eşeddu hubban lillah." Amma Allahdan qeyri özlərinə ilah seçənlərə gəlincə isə onlar öz ilahlarını sevirlər. İman edənlərin sevgisi isə daha çoxdur. Və sevgi məsələsi biraz təfsilata getmək lazımdır. Bu sevgi Allah Taala'nı və bu la ilahe illallah kəlməsini sevmək, la ilahe illallahı deyənləri də sevməyi gərəkdirir. O kəlməni deyənləri də sevməyi gərəkdirir. O yerlər ki, orada la ilahe illallah var, o kəlməni o yerlərdə ki, çox işlədirlər, o yerləri sevməyi gərəkdirir. Məsəl üçün, məscidlər, xüsusən də Məkkə, Mədinə və başqa məscidlər. Və həmçinin la ilahe illallahı yayan şəxsləri sevmək, onlar da peyğəmbərlərdir və onların arxasınca gedənlərdir və məhəbbət buna gərəkdirir. İnsan la ilahe illallah deyir və Allahı bu kəlmə ilə təkləşdirir və bu kəlməni sevir, amma la ilahe illallah deyənlərə buğz eləyirsə, bu kəlmədə xələli var, bu kəlmədə çatışmayan cəhətləri var və həmçinin bu kəlmənin gərəkdirdiyi, bu kəlmədən doğan sözləri və əməlləri etməyi sevməlidir. La ilahe illallah nəyi? İnsandan hansı kəlmələr istəyir, hansı sözlər istəyir, onların hamısını insan sevməlidir və bu sevgi də həmçinin la ilahe illallahı pozan şeyləri də qəlbində nifrət olmalıdır. Allah Taala'nın şənini azaldan, şəninə zərər verən, Allah Taala'nı alçatmaq istəyənlərə qarşı da qəlbində buğz olmalıdır.